Periferik arteriyaların xəstəlikləri bu gün dünyada sürətlə artmaqdadır. Yəni daha çox aşağı ətraf arteriyaların problemləri ilə biz qarşılaşmış oluruq. Nədir bunun səbəbi? Birinci növbədə bura ateroskleroza aiddir. Yəni periferik arteriyalarda ən çox rast gələn problem aterosklerozdur. Sonrası gedilirdi gələcəyə bürger xəstəliyidir, qeyri-spesifik aorta arteritdir. Onların faizi çox azdır. Azərbaycan mühitində ən çox insanları narahat edən periferik arteriyalarda aterosklerozdur. Ateroskleroz yayılmış bir xəstəlik. Dünyada belə deyərlər, bir nömrəli bəşəriyyətin problemidir. Periferik arteriyalarda gedən ateroskleroz get-gedə damar divarının mənfəzini bağlayır, kiçildir və günlərin bir günündə də orada tromboz baş verir. Tamamilə kiçilmiş damarın mənfəzi trombla tutula bilir, bağlana bilir və bu kəskin işemiya, biz ona kritik işemiya deyirik. İşemiya gətirə bilər ki, bu da ayağın qangrenasına səbəb ola bilər. Ona görə də periferik arteriya xəstəliklərindən olan insanlar vaxtında müayinəyə gəlməlidir. Burada da ən önəmli məsələ nədən ibarətdir? Əgər gəzdikdə ayaqlarda ağrı varsa, dizdən aşağıda ağrı hiss edirsə də hökmən damar cərrahına müraciət edin. Bu sizin həyatınızı xilas etmək üçün çox vaxtında atılmış bir addım ola bilər. Təşəkkür edirəm.